Hörmətli sədr əziz həmkarlar, təhlil edərək əminliklə deyə bilərik ki, Cənab İlham Əliyev başa vurduğumuz 2025-ci il Azərbaycan üçün həm iqtisadi, həm sosial, həm də siyasi cəhətdən tarixi dönüş dövrünə çevrilə bilib. İlk növbədə məhz dövlət başçısının qətiyyəti ilə müstəqillik tariximizin heç bir dövründə olmadığı de facto sülhə nail olmuşuq. Xüsusən avqustda imzalanan Vaşinqton razılaşmaları, habelə sülh sazişinin mətninin paraflanması dayanıqlı sülh üçün tarixi addım oldu. Eyni zamanda ötən bir il dövlətin ali məqsədlərinin, habelə milli prioritetlərinin realiziyası baxımından çox zəngin dövr sayıla bilər. Xüsusən böyük qayıdış və quruculuq uğurla və daha geniş miqyasda davam edib, nəticə itibarilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmuş 20-yə yaxın yaşayış məntəqəsində məskunlaşanların sayı 60 min ötüb. Habelə mühüm sənaye və infrastruktur obyektlərinin inşasının Cənab İlham Əliyevin şəxsi diqqətində olması Qarabağ və Şərqi Zəngəzuru uzun bir dövrdən sonra milli iqtisadiyyatın mühüm segmentinə çevrilib. O cümlədən orta dəhlizdə çəkisi daha da möhkəmlənən Azərbaycan Şərq-Qərb nəqliyyat qovşağında əsas oyuncuya çevrilib. Həyata keçirilən uğurlu siyasi, iqtisadi və sosial tədbirlərin ölkəmizin beynəlxalq reytinqlərini, o cümlədən suveren kredit reytinqini yüksəldərək investisiya səviyyəli dərəcəsinə çatdırması ölkədə iqtisadi islahatlara olan qlobal etimadın göstəricisi hesab edilə bilər. Hörmətli həmkarlar, ilin əsas uğurlarından biri də heç şübhəsiz ki, xalq iqtidar birliyinin daha da möhkəmlənməsi, ölkənin müdafiə təhlükəsizlik qabiliyyətinin daha da artması, ictimai qayda və ictimai təhlükəsizliyin daha etibarlı təmini sayıla bilər. İlin ikinci yarısından etibarən dövlət çevrilişi cəhdinin ilə beşikdəcə boğulması, Mehdiyev və özünə müxalifət elan edən rəzil qruplaşmanın ifşası dövlətimizin bütün təhdidləri aradan qaldırmaq gücünü biz Heydər Əliyev yolunda yürüdükcə ölkədə milli iradədən üstün heç bir iradənin olmayacağı gerçəkliyi bir daha ortaya qoydu və eyni zamanda siyasi sağlamlaşmaya mühüm töhfə oldu. Təbii ki, bu prosesdə xüsusi xidmət orqanları, məhkəmələr və digər hüquq mühafizə orqanlarının adı ayrıca çəkilməli, o cümlədən Azərbaycan polisinin rolu xüsusi vurğulanmalıdır. Azərbaycan polisi möhtərəm prezidentin müəyyən etdiyi direktivləri rəhbər tutmaqla üzərinə düşən vəzifələri bu ildə şərəflə yerinə yetirmiş, Cənab İlham Əliyevin müzəffər liderliyində ölkəmizin təhlükəsizlik, sabitlik yadası mövqeyinin daha da möhkəmlənməsinə müstəsna töhfələr vermişdi. Təbii ki, bütün cəhbələrdə Cənab İlham Əliyevin tərəfindən sındırılan anti-Azərbaycan dairələr məhz polisi hədəf almaqla daxildən qalanı fəth etməyə zaman-zaman cəhd göstərirlər. Lakin Azərbaycan polisinin fəaliyyətini yalnız Azərbaycan prezidenti qiymətləndirə bilər və polisin nüfuzlaşdırması istiqamətində bütün cəhdlər əbəsdir, fiyaskoya məhkumdur. Hörmətli həmkarlar, göründüyü kimi uğurlu bir dövrü başa vurduq. Növbəti ilində xalqımız, dövlətimiz üçün xeyirli, uğurlu il olacağına inamımızı ifadə edərək, başda möhtərəm prezident və ailəsi olmaqla xalqımızı, xanım sədr, siz başda olmaqla bütün həmkarlarımızı, o cümlədən təmsil etdiyim doğma Biləsuvarı milli həmrəylik və yeni il münasibəti ilə təbrik edir. Daha güclü Azərbaycan quruculuğunda hər birimizə uğurlar arzulayıram. Çox sağ olun.